Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. 5.5 kilovatlıq mühərriklə yem üydənimiz hal-hazırda, demək mühərrikimiz Sovetlər İttifaqında istehsal olmuş mühərrikdir. 5.5 kilovat. 3 faza ilə 380 voltla işlədiyi kimi 220 voltla da işləyir. Hal-hazırda bunkerimizdə 10 kilo arpa dənli bitkisi var. Demək 4 kamer təkər üstündə istədiyiniz yerə daşınılması asan. İdarə edici qutumuz, voltmetrimiz, ampermetrimiz, işə salma və söndürmə düyməsi. Demək, gördüyünüz kimi 212-210 volt görünürmü belə? Bəli, 212-210 volt cəryanımızdır. İnşallah aparatımızı işə salaq. Ya Allah! Ya Allah! Elhamdülillah aparatımızda tozlanma demək olar ki 0 dərəcəsidir. Aparatımızda tozlanma yoxdur. Işığımız 205-210 arasında kalibani eləyir. Ampermetrimiz 15-18 arası. Əziz izləyicilərimiz, ışığımız zəif olduğundan üyütmə prosesi uzanır. Allah! Ya Allah İlqar qardaşım! Zəhmət olmasa! Ay maşallah olsun! Ay maşallah olsun! Arpa unu istəyən
Buyursun. Elhamdülillah. Buyurun əziz izləyicilərimiz. Buyurun. Bu hələm dörtlük ələkdir. Dörtlük ələk. Dörtlük ələklə, baxın, birbaşa elədi arpa unu. Özdə arpamızda nəmişlik olduğundan, baxın, arpamızda azadlıq nəmişlik var və ona görə də isinmə çoxdur. Buyurun əziz izləyicilərimiz. Yəni dörtlük ələklə 10 kilo arpa dənli bitkisinin üyüdülməsini sizə göstərdim. Səhifəmizi bəyənməyi unutmayın. Səhifəmizə abunə olmağı unutmayın. Əziz izləyicilər, sizdən artıq dərəcədə xahiş edirəm. Aparatla əlaqədar nə suallarınız varsa, WhatsApp nömrəm var. Zəhmət olmasa ya zəng edin və yaxud da ki, WhatsApp nömrəsinə yazın, suallarınızı cavablandırım. Amma zəng etsəz, hamısından gözəl olar. Allah işlərinizi avan diləsin, Allah amanında olun.